Ay salam aleyküm dostlar. Bakın bu hündüşkiya yemleri. Bak bu afsenli kaşadı. Baba tökürü afsenli kaşadı. Sonra burada razını yemekleri var. Qoz ləpəsidir. Bax qoz ləpəsidir. Paketdən tökürük hamısını vedriyə. Qarğıdalıdır vedrədə. İndi onu da dabafqa eləyəcək burada. Bax qarğıdalı da dabafqa eləyirik. Bu elə bir bu yemlərindən əlavə verilən yemlərdir. Ujin axşama. Elə bil axşama ujin yatar qarnına. Yeyib doyandan sonra tökürük kalotlarına, çərəcən hamısını yeyirlər, bir dənə qalmır. Yəni nə qədər doğrudur bilmirik, amma veririk. Yəni yesinlər, kökəlsinlər, yağlansınlar. İnşallah belə də tək tövlə şəraitində yox, sahəmiz də var. Gündüzlər çıxıb otlayırlar, nə bilim, özlərinə aid olan vitaminlərdən yeyirlər. Bu da elə belə samadelin elə belə özümüz üçün yüngül bir aparat istehsal edəmişik. Orada bax tökürük bunların hamısını bunun içinə. Ləpədir, qarğıdalıdır. Elə o girkulesdir, afsiyanlıdır. Bu kaşalar zaten hamısını töküb, bir abarot fırladıb, doğrayıb. Bir abarot doğrayandan sonra burada qabları var, tökürük. Bax bu qaba. Bax görsüz ne güzel. Üyidir. Olur lim çay. Belə pis də üyidir, yaxşı üyidir. Qoz da var burada, nə bilim, bir kuleç, afsen, Bax bu qarğıdalı. Bax bu qoz. qoz ləpəsi. Qoz ləpəsi. Qoz ləpəsi. Sonra burada bax, bu şeyimiz de bundan da var, adı nədir? Palıd qozası. At öldürür. Palıd qozasından da atırıq. İndi elə belə göstərdim bir oz, amma çox qatırıq yəni. Çox qatırıq palıd qozasındandır. İnşallah onu da bir abarot fırladıb. Onu da bak boşaldı bura. Yəni belə bu tipdə düzəldirik. Bu yemlərindən əlavə olan bir yemdir. Axşam yeməklərindən sonra veririk. Səhərəcən işıqları da yanır. Səhərəcən yeyirlər. Səhər durub baxır, o bir dənə də yoxdur. Hamısını yeyiblər. İndi həmin ündüşkaları da siz için çəkim. Bax, bir aylıq ündüşkalar idi. Bizdə 3 ay yarımdır bunları saxlayırıq. Ündüşkalarımız da bax budur. Allah hamının malına xeyir, bərəkət versin. Heç bir qardaşın əziyyətini itirməsin. Biz də onların içində. Hündüşkalarımız da maşallah. Bu da istadı bugün prop kimi elə-belə qoymuşuq, görə yeyirlər. Zəif yeyirlər, amma az da olsa yeyir də. Bu birinci dəfəsidir. Hündüşkalarımız da qardaşlar, bax bunlardır. İnşallah dekabrın 3-ü, 5-dən satışa çıxır. Var, çoxdur, bir 800 dənədir. Maşallah iri heyvanlardır. Yəni cins hündüşkalardır. Bax bunlardır. Gəlin, 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 gəlin. Gəlin, gəlin, gəlin.
Gelin. Keçiblər orada da. Yani bu sahə bizimdir. Baxın dostlar, bax bu da bizim dağdır. Buradan fotları var, çıxırlar dağa gündüzlər. Özlərinə aid olan yemlərdən yeyib, vitaminlərdən qidalanıb gəlirlər. Yəni sırf deyim broiler o yemlə saxlayıb böyütdüyümüzdən öyrür. Gecə gündüz çöldə olurlar. Yəni səhər buraxırıq, yağış yağmayanda, yağış yağanda buraxmırıq. Elə gəzirlər, dolanırlar. Bu da bunların şəraiti. Suları, yem qabları. İnşallah Allah hamıya xeyir versin. Ruzu bərəkət versin. Hələlik bu qədər qardaşlar. Kimə nə qədər lazım olsa dekabrın 5-dən inşallah satışa çıxır.